Oğlaq bürcü. Oğlaq bürcünün may 2025 proqnozu. May ayı oğlaqlar üçün möhkəmlənmə, məhsuldarlıq və şəxsi inkişaf ayı olacaq. Bu dövrdə həm iş, həm də şəxsi həyatınızda daha sistemli və məqsədyönlü addımlar atacaqsınız. Əvvəllər başlanmış işlərin nəticələrini görmək və gələcək üçün yeni planlar qurmaq üçün əlverişli zamandır. Karyera sahəsində uğurlar və irəliləyiş mümkündür. Əməksevərliyiniz və məsuliyyətli yanaşmanız rəhbərlik və ətrafdakılar tərəfindən yüksək qiymətləndiriləcək. Mayın ortalarında yeni bir layihəyə başlamaq və ya mövcud mövqeyinizdə daha sabit yer tutmaq ehtimalı yüksəkdir. Maliyyə baxımından isə sabitlik qorunacaq, ancaq əlavə gəlir imkanları da meydana çıxa bilər. Yığılmış resurslardan ağıllı istifadə etmək faydalı olacaq. Şəxsi münasibətlərdə qarşılıqlı anlayış və dəstək ön plandadır. Uzunmüddətli münasibətlərdə daha da yaxınlaşmaq və gələcəklə bağlı ortaq qərarlar vermək mümkündür. Tək olan oğlaqlar üçün isə yeni tanışlıqlar və ciddi münasibətə aparan qarşılaşmalar ola bilər. Bu ay hisslərinizə etibar etmək və ürəyinizi açmaq sizə xoş emosiyalar bəxş edə bilər. Sağlamlıq baxımından özünüzə yaxşı baxacağınız bir ay olacaq. Bədəninizi dinləmək, qidalanmaya diqqət etmək və mütəmadi fiziki fəaliyyətlə məşğul olmaq enerjinizi yüksək səviyyədə saxlayacaq. Həmçinin zehni tarazlığı qorumaq üçün sakit və stressiz mühitlərdə olmaq tövsiyə olunur. Ümumilikdə may ayı oğlaqlar üçün güclənmək, mövqələrini bərkitmək və məqsədlərinə daha bir addım yaxınlaşmaq dövrüdür. Səbirli, planlı və məqsədyönlü olduqda uğur sizinlə olacaq. Dolça bürcü. Dolça bürcünün may 2025 proqnozu. May ayı Dolça bürcü üçün yeniliklər, dəyişikliklər və sosial aktivliklə dolu olacaq. Bu ay boyunca həyatınızda müxtəlif sahələrdə hərəkətlilik və canlanma müşahidə ediləcək. Daxili azadlıq ehtiyacınız ön plana çıxacaq və özünüzü daha sərbəst ifadə etmək istəyəcəksiniz. Karyera sahəsində fərqli və yaradıcı fikirlərinizlə diqqət çəkə bilərsiniz. Komanda işində aktiv rol almaq və yeni layihələrə başlamaq üçün uyğun zamandır. Bəzi dolçalar üçün iş yeri dəyişiklikləri və ya yeni imkanlarla qarşılaşmaq ehtimalı yüksəkdir. Maliyyə baxımından isə ayın ilk yarısında sabitlik müşahidə olunsa da, ikinci yarıda gözlənilməz xərclərə qarşı ehtiyatlı olmaq tövsiyə olunur. Şəxsi münasibətlərdə qarşılıqlı anlayış və azadlığa hörmət vacib rol oynayacaq. Mövcud münasibətlərdə dürüst və açıq ünsiyyət problemlərin qarşısını ala bilər. Tək olan dolçalar üçün may ayı romantik baxımdan əlverişlidir. Yeni tanışlıqlar və maraqlı görüşlər mümkündür. Sosial mühitlərdə daha aktiv olmaq müsbət təsir göstərəcək. Sağlamlıq sahəsində ümumi enerjiniz yüksək olacaq, lakin bu enerjini düzgün yönləndirmək önəmlidir. Zehni yorğunluq və stressin qarşısını almaq üçün istirahətə və rahatlatıcı fəaliyyətlərə vaxt ayırmaq vacibdir. Fiziki aktivlik və təmiz havada vaxt keçirmək sağlamlığınıza müsbət təsir edəcək. Ümumilikdə may ayı dolçalar üçün fərqliliklərə açıq olmaq, dəyişiklikləri qəbul etmək və daxili enerjilərini düzgün şəkildə istifadə etmək üçün əlverişli bir dövrdür. Planlarınızı həyata keçirmək və yeni istiqamətlərə yönəlmək üçün güclü dəstək alacaqsınız. Balıq bürcü. Balıq bürcünün may 2025 proqnozu. May ayı balıqlar üçün daxili harmoniya, emosional aydınlanma və yaradıcılığın artdığı bir dövr olacaq. Bu ay sizi həm mənəvi, həm də praktiki sahələrdə balans yaratmağa təşviq edəcək. İntuisiyanız güclənəcək və doğru qərarlar verməkdə sizə yol göstərəcək. Karyera sahəsində diqqətinizi cəmləmək və planlı şəkildə irəliləmək vacib olacaq. Əvvəlki aylarda başladığınız işlərin nəticələri görünməyə başlayacaq. Yaradıcı sahədə çalışan balıqlar üçün bu ay ilham və yeni ideyalarla dolu olacaq. Maliyyə baxımından qənaətcil olmaq və gəlir-gidir balansını qorumaq önəmlidir. Gözlənilməz xərclər çıxa biləcəyi üçün ehtiyatlı davranmaq tövsiyə olunur. Şəxsi münasibətlərdə dərin emosional bağlar və səmimi ünsiyyət ön plana çıxacaq. Əgər münasibət içindəsinizsə, partnyorunuzla münasibətinizi bir qədər də dərinləşdirə bilərsiniz. Tək olan balıqlar üçün isə bu ay sevgi dolu yeni bir başlanğıc ehtimalı yüksəkdir. Xüsusilə mayın ikinci yarısında gözlənilməz, lakin ruhunuza yaxın biri ilə qarşılaşma ola bilər.
Sağlamlıq baxımından emosional tarazlıq əsas mövzulardan biri olacaq. Meditasiya, yoga və təbiətdə vaxt keçirmək sizə müsbət təsir edəcək. Eyni zamanda qidalanmaya və yuxu rejiminə diqqət etmək enerjinizi yüksək səviyyədə saxlamağa kömək edəcək. Ümumilikdə may ayı balıqlar üçün duyğuların, yaradıcılığın və şəxsi inkişafın zirvədə olduğu bir dövrdür. Daxili səsinizə qulaq asın, hisslərinizə güvənin və həyatınızda sizi ruhən zənginləşdirəcək seçimlər edin. Qoç bürcü. Qoç bürcünün may 2025 proqnozu. May ayı qoçlar üçün dinamizm, irəliləyiş və şəxsi inkişaf baxımından əhəmiyyətli bir dövr olacaq. Bu ay güclü enerjiniz və təşəbbüskar ruhunuz sayəsində bir çox sahədə diqqət çəkəcəksiniz. Qarşınıza çıxan fürsətləri dəyərləndirmək və yeni istiqamətlərə yönəlmək üçün əla zamandır. Karyera sahəsində təşəbbüs göstərmək və liderlik bacarıqlarınızı ortaya qoymaq üçün əlverişli şərait yaranacaq. Yeni layihələrə başlamaq, mövcud mövqeyinizi gücləndirmək və iş çevrənizdə nüfuz qazanmaq ehtimalı yüksəkdir. Maliyyə baxımından may ayı sabit və məhsuldar olacaq. Xüsusilə şəxsi təşəbbüslər və əlavə gəlir imkanları önə çıxacaq. Şəxsi münasibətlərdə daha çox səmimiyyət və ehtiras hiss ediləcək. Əgər münasibət içindəsinizsə, partnyorunuzla daha yaxın emosional bağlar qurmaq mümkündür. Tək olan qoçlar üçün isə bu ay yeni tanışlıqlar və romantik qarşılaşmalar baxımından şanslı keçəcək. Sosial mühitlərdə aktiv olmaq sevgi həyatınıza rəng qatacaq. Sağlamlıq baxımından yüksək enerji və fiziki aktivlik diqqət çəkir. İdmanla məşğul olmaq, hərəkətli həyat tərzi və balanslı qidalanma bu ay sağlamlığınızı gücləndirəcək. Stressi azaltmaq üçün isə açıq havada vaxt keçirmək və istirahətə də önəm vermək tövsiyə olunur. Ümumilikdə may ayı qoçlar üçün sürətli dəyişikliklər, inkişaf və yeniliklərlə dolu olacaq. Cəsarətli olun, imkanları dəyərləndirin və öz gücünüzə inanın, uğur sizinlə olacaq. Boğa bürcü. Boğa bürcünün may 2025 proqnozu. May ayı boğalar üçün sabitlik, özünü dərk etmə və praktiki uğurlar ayı olacaq. Bürcünüzdə baş verən enerjilər sizi həm daxili, həm də xarici dünyada gücləndirəcək. Bu dövrdə özünüzü daha inamlı hiss edəcək, planlarınızı sakit və ardıcıl şəkildə həyata keçirmək imkanı əldə edəcəksiniz. Karyera sahəsində ciddi və məqsədyönlü yanaşmanız diqqət çəkəcək. İndi gördüyünüz işlərin nəticələrini toplamaq və gələcək addımlar üçün möhkəm təməl qoymaq vaxtıdır. Rəhbərlik və ya iş yoldaşları ilə münasibətlərdə anlayış və hörmətli yanaşma sizə əlavə dəstək gətirəcək. Maliyyə baxımından isə may ayı sizə stabillik və hətta kiçik qazanc artımı vəd edir. Pul idarəçiliyində ehtiyatlı davranmaq gələcəkdə sizi daha güclü mövqeyə gətirəcək. Şəxsi münasibətlərdə harmoniya və sabitlik ön planda olacaq. Davam edən münasibətlərdə qarşılıqlı anlaşma və yaxınlıq artacaq. Tək boğalar üçün isə bu ay ürəyə toxunan, dərin emosional bağlarla müşayiət olunan yeni tanışlıqlar mümkündür. Ən önəmlisi, özünüzə və hisslərinizə sadiq qalmaqdır. Sağlamlıq sahəsində ümumi vəziyyət yaxşıdır, lakin bədəninizi çox yükləməməyə çalışın. Rahatlıq və istirahət bu ay sizin üçün vacib olacaq. Düzgün qidalanma, təmiz hava və bədəninizi sakitləşdirən fəaliyyətlər, məsələn, təbiətdə gəzinti və ya meditasiya, sizə fiziki və zehni güc verəcək. Ümumilikdə may ayı boğalar üçün özünü sabit və güclü hiss etmək, həyatda dəyərlərinə uyğun irəliləmək üçün əla fürsətlər təqdim edir. Planlı, səbirli və inamlı olduğunuz müddətcə uğur sizinlə olacaq. Əkizlər bürcü. Əkizlər bürcünün may 2025 proqnozu. May ayı əkizlər üçün dəyişiklik, yenilənmə və özünü ifadə etmə ayı olacaq. Bu dövrdə ünsiyyət qabiliyyətiniz güclənəcək, sosial çevrəniz genişlənəcək və yeni imkanlar önünüzə çıxacaq. Hərəkətli və enerjili bir ay sizi gözləyir. Doğru istiqamət seçsəniz, böyük irəliləyiş əldə edə bilərsiniz. Karyera sahəsində ideyalarınızı bölüşmək, görüşlərdə fəal iştirak etmək və yeni layihələrə başlamaq üçün əlverişli zamandır. Xüsusilə yaradıcı sahədə çalışan əkizlər üçün bu ay çox məhsuldar olacaq. Komanda işi və şəbəkələşmə sizə fayda gətirəcək.
Maliyyə mövzusunda isə ayın ilk yarısı daha stabildir, ikinci yarıda isə qəfil xərclərə qarşı diqqətli olmaq tövsiyə olunur. Şəxsi münasibətlərdə ünsiyyət ön plandadır. Əgər münasibət içindəsinizsə, partnyorunuzla daha açıq və dürüst danışmaq, problemləri birlikdə çözmək üçün gözəl fürsətlər olacaq. Tək olan əkizlər üçün isə may ayı tanışlıqlar və flört baxımından olduqca canlı keçəcək. Sosial tədbirlərdə və dost çevrələrində yeni münasibətlər başlaya bilər. Sağlamlıq baxımından enerjiniz yüksək olacaq, lakin bu enerjini düzgün yönləndirmək vacibdir. Gərgin iş rejimi arasında istirahətə vaxt ayırmaq, qidalanmanı nizamlamaq və zehni sakitlik üçün gündəlik rahatladıcı fəaliyyətlərlə məşğul olmaq sizə müsbət təsir edəcək. Ümumilikdə may ayı əkizlər üçün hərəkət, inkişaf və sosiallaşma dövrüdür. Yeni ideyalar, yeni insanlar və yeni yollar sizi gözləyir. Özünüzə güvənin, çevik olun və açıq fikirlə hərəkət edin, uğur sizinlə olacaq. Xərçəng bürcü. Xərçəng bürcünün may 2025 proqnozu. May ayı xərçənglər üçün daxili tarazlıq, emosional dərinlik və münasibətlərdə dönüş nöqtəsi gətirə bilər. Bu dövrdə həm özünüz, həm də ətrafınızdakı insanlar haqqında daha çox düşünəcək, duyğusal əlaqələrə daha çox önəm verəcəksiniz. Hissləriniz sizə yol göstərəcək və doğru qərarlar almağa kömək edəcək. Karyera sahəsində məsuliyyətli yanaşma və səbir bu ay uğurun açarı olacaq. Rutin işlərdə irəliləyiş və daha sabit mövqe qazanmaq üçün əlverişli zamandır. İş yerindəki müsbət münasibətlər və əməkdaşlıq sizə əlavə dəstək verəcək. Maliyyə sahəsində ehtiyatlı olmaq və qənaətə önəm vermək tövsiyə olunur. Ani xərclər gözlənilə bilər. Şəxsi münasibətlərdə may ayı duyğuların gücləndiyi bir dövrdür. Mövcud münasibətlərdə yaxınlaşma və anlayış artacaq. Əgər əlaqələrdə soyuqluq və ya anlaşılmazlıq varsa, bu ay səmimi söhbətlərlə vəziyyəti düzəltmək mümkündür. Tək xərçənglər üçün isə yeni tanışlıqlar mümkündür, xüsusilə emosional baxımdan sizi başa düşən biri ilə. Sağlamlıq baxımından diqqət etməli olduğunuz əsas məqam zehni rahatlıqdır. Stressə qarşı həssas ola bilərsiniz, buna görə də istirahət, meditasiya və təbiətlə təmas sizə yaxşı təsir edəcək. Fiziki sağlamlıqda ciddi problem gözlənilmir, lakin immun sisteminizi güclü saxlamaq üçün balanslı qidalanma və yuxu rejimi vacibdir. Ümumilikdə may ayı xərçənglər üçün duyğusal dərinlik, şəxsi inkişaf və münasibətlərdə sabitlik ayıdır. Özünüzə və yaxınlarınıza qarşı səmimi olduqda bu ay sizə həm daxili rahatlıq, həm də mənəvi güc gətirəcək. Şir bürcü. Şir bürcünün may 2025 proqnozu. May ayı şirlər üçün özünü ifadə etmə, liderlik və yeni imkanlarla dolu olacaq. Bu ay sizi parlatmaq, diqqət çəkmək və məqsədlərinizə doğru cəsarətlə addımlamaq üçün ideal zamandır. Ulduzlar sizə güc və motivasiya bəxş edir. Bu enerjidən maksimum istifadə etməyə çalışın. Karyera sahəsində təşəbbüskar olmaq və məsuliyyət götürmək uğur gətirəcək. Yeni layihələrdə rəhbərlik rolu almaq və ideyalarınızı irəli sürmək üçün əla fürsətlər yaranacaq. Əməkdaşlıq və düzgün zamanlama ilə planlarınızı həyata keçirmək mümkündür. Maliyyə baxımından isə sabitlik qorunacaq, bəzi şirlər üçün əlavə qazanc imkanları da gündəmdə ola bilər. Şəxsi münasibətlərdə ehtiras və romantika ön plandadır. Mövcud münasibətlərdə hisslər güclənəcək, bir-birinizə qarşı diqqət və qayğı artacaq. Əgər münasibətiniz yoxdursa, bu ay sizi cazibədar və enerjili göstərəcək, yeni tanışlıqlar, sevgi dolu qarşılaşmalar yaşana bilər. Özünüz kimi olmaq və hisslərinizi açıq şəkildə ifadə etmək sizi daha da yaxınlaşdıracaq. Sağlamlıq sahəsində enerjiniz yüksək olacaq. Bu enerjini idman, aktiv həyat tərzi və yaradıcılıqla balanslamaq tövsiyə olunur. Bəzən özünüzü həddindən artıq yükləyə bilərsiniz. İstirahəti unutmayın və bədəninizin ehtiyaclarına diqqətlə yanaşın. Ümumilikdə may ayı şirlər üçün parlaq, dinamik və uğura açıq bir dövrdür. Daxili gücünüzə güvənin, təşəbbüskar olun və öz yolunuzu inamla davam etdirin. Uğurlar sizi izləyəcək. Qız bürcü. Qız bürcünün may 2025 proqnozu. May ayı qızlar üçün özünü inkişaf etdirmən, detallara diqqət və yeni fürsətlərin ortaya çıxacağı bir dövr olacaq.
Bu ay həm şəxsi, həm də peşəkar həyatınızda daha aydın və məqsədyönlü addımlar atacaqsınız. Həyatınızdakı dəyişikliklərə daha açıq və hazırlıqlı olacaqsınız. Karyera sahəsində diqqət və səbr sizə böyük uğurlar gətirəcək. Gördüyünüz işlərdə detallara nə qədər diqqət yetirsəniz, o qədər yaxşı nəticələr əldə edəcəksiniz. Əgər uzun müddətdir karyera ilə bağlı yeni bir yol ayırdınızsa, may ayı sizin üçün müsbət dəyişikliklər gətirə bilər. Yeni təkliflər və layihələr üzərində işləmək imkanları yaranacaq. Maliyyə baxımından isə diqqətli olun, ehtiyatlı xərcləmə daha sabit bir gəlir gətirə bilər. Şəxsi münasibətlərdə isə anlayış və etibar ön planda olacaq. Mövcud əlaqələrdə səmimi və açıq ünsiyyət qurmaq, qarşı tərəfi anlamağa çalışmaq sizə fayda gətirəcək. Tək olan qızlar üçün isə may ayı yeni tanışlıqlar və maraqlı görüşlərlə zəngin olacaq. Sosial mühitlərdə daha çox iştirak etməyə çalışın, çünki burada gözlənilməz əlaqələr başlaya bilər. Sağlamlıq baxımından enerjiniz stabil olacaq, lakin həddindən artıq işlərdən yorulma ehtimalınız var. Özünüzə mütəmadi istirahət və rahatlama vaxtı ayırmaq vacibdir. Fiziki aktivlik və sağlam qidalanma sağlamlığınızı qorumağa kömək edəcək. Ümumilikdə may ayı qızlar üçün planlı, diqqətli və məhsuldar bir dövr olacaq. Dəyişikliklərə uyğunlaşmaq, təklif olunan fürsətləri dəyərləndirmək və hər addımda diqqətli olmaq sizi məqsədlərinizə yaxınlaşdıracaq. Tərəzi bürcü. Tərəzi bürcünün may 2025 proqnozu. May ayı tərəzilər üçün balans, harmoniya və yeni imkanlarla dolu olacaq. Bu dövr həm şəxsi, həm də peşəkar həyatınızda müsbət dəyişikliklərə açıq olacağınız bir vaxtdır. Ulduzlar sizə həm daxili rahatlıq, həm də xarici aləmdə irəliləyiş vəd edir. Karyera sahəsindən əvvəlki aylarda başladığınız işlərin nəticələrini görmək mümkündür. May ayı həmçinin yeni layihələrə başlamaq və ya mövcud işinizdə irəliləyiş etmək üçün ideal vaxtdır. Bu dövrdə başqaları ilə əməkdaşlıq və komanda işi sizə fayda gətirəcək. Diqqət yetirməli olduğunuz əsas məqam iş yerindəki münasibətlərdir. Qarşılıqlı hörmət və anlayışla yanaşdığınız müddətcə hər şey yolunda gedəcək. Maliyyə vəziyyətinizdə isə sabitlik müşahidə olunacaq, amma diqqətli xərcləmə və qənaət etməyi unutmayın. Şəxsi münasibətlərdə emosional dərinlik və yaxınlıq artır. Mövcud münasibətlərdə qarşılıqlı dəstək və anlaşma ön planda olacaq. Bu ay əlaqələrdəki həssas anları və ehtiyacları anlamaq sizin üçün vacib olacaq. Tək tərəzilər üçün isə yeni tanışlıqlar və romantik qarşılaşmalar ehtimalı yüksəkdir. Sosial mühitlərdə tanış olduğunuz biri ilə gözlənilməz, lakin maraqlı əlaqələr başlaya bilər. Sağlamlıq baxımından ümumi vəziyyətiniz yaxşı olacaq, lakin zehni yüklənmə və stressə qarşı diqqətli olun. Həftəlik müntəzəm istirahət və fiziki fəaliyyətlə məşğul olmaq enerjinizi artıracaq. Zehni rahatlıq üçün meditasiya və təbiətdə gəzinti faydalı ola bilər. Ümumilikdə may ayı tərəzilər üçün harmoniya, güclü əlaqələr və inkişaf dövrüdür. Həm şəxsi, həm də peşəkar həyatınızdakı yeniliklərə açıq olun və balansı qorumağa çalışın. Bu sizi uğura aparacaq. Əqrəb bürcü. Əqrəb bürcünün may 2025 proqnozu. May ayı əqrəblər üçün dəyişiklik, yenilənmə və məqsəd qoyma ayı olacaq. Bu dövrdə həyatınızda yeni başlanğıclar və inkişaflar baş verə bilər. Sizi irəliləyən yolunda daha cəsarətli addımlar atmağa və mövcud vəziyyəti dəyişdirməyə təşviq edən bir enerji var. Karyera sahəsində əhəmiyyətli inkişaflar gözlənilir. Bu ay yeni layihələrə başlamaq və ya mövcud işinizdə irəliləyiş əldə etmək üçün mükəmməl bir dövr olacaq. Həmçinin iş yoldaşlarınızla güclü əlaqələr qurmaq və rəhbərliklə əlaqələrdə müsbət nəticələr əldə etmək mümkündür. Dəyişikliklərə açıq olmaq, həmçinin yeni iş imkanlarını araşdırmaq sizə uğur gətirə bilər. Maliyyə vəziyyətinizdə isə sabitlik qorunacaq, lakin əlavə gəlir mənbələri üzərində düşünmək faydalı ola bilər. Şəxsi münasibətlərdə isə bu ay daha dərin emosional bağlar qurmaq mümkündür. Mövcud münasibətləri gücləndirmək, qarşılıqlı hörmət və anlayışı artırmaq üçün gözəl bir vaxtdır. Əgər tək olan əqrəbsinizsə, yeni tanışlıqlar və sevgi dolu qarşılaşmalar ola bilər. Bu dövrdə əlaqələrdə dürüstlük və açıq ünsiyyət çox vacibdir. Sağlamlıq baxımından may ayı bədəninizi dinləmək və istirahətə vaxt ayırmaq üçün yaxşı bir dövr olacaq.
Enerjiniz yüksək olsa da stressi idarə etmək və rahatlamağa diqqət etmək lazımdır. Müntəzəm idman və düzgün qidalanma sağlamlığınızı qorumağa kömək edəcək. Ümumilikdə may ayı əqrəblər üçün yeniliklər, irəliləyiş və özünü dərk etmə dövrüdür. Əvvəlki müsbət təcrübələrdən dərs çıxararaq cəsarətlə irəliləyin və öz məqsədlərinizə yönəlin. Bu dövr sizin üçün uğurlu və transformasiya edici ola bilər. Oxatan bürcü. Oxatan bürcünün may 2025 proqnozu. May ayı oxatanlar üçün yeniliklər, inkişaf və şəxsi inkişafa fokuslanma dövrüdür. Bu ay məqsədlərinizə daha yaxın olmaq üçün özünüzü daha da irəlilətməyə və həyatınıza yeni perspektivlər əlavə etməyə təşviq edəcək. Sizi irəliləyən yolda yeni imkanlar gözləyir. Karyera sahəsində daha çox təşəbbüs göstərmək və yeni layihələrə başlamaq üçün əlverişli zamandır. Şəxsi bacarıqlarınızı nümayiş etdirmək və mövqeyinizi gücləndirmək imkanı yaranacaq. Diqqət yetirməli olduğunuz əsas məqam iş yoldaşları və rəhbərliklə münasibətlərdir. Onlarla yaxşı əlaqələr qurmaq və əməkdaşlıq etmək sizə yeni imkanlar gətirə bilər. Maliyyə sahəsində isə sabitlik qorunacaq, lakin daha çox gəlir əldə etmək üçün kiçik risklərə girə bilərsiniz. Bu addımları atarkən ehtiyatlı olun. Şəxsi münasibətlərdə isə may ayı daha çox açıq və dürüst ünsiyyət tələb edir. Əgər münasibət içindəsinizsə, daha çox empatiya və anlayış göstərin. Bu dövr əlaqələrdəki məsuliyyətlərə daha diqqətli yanaşmanıza səbəb olacaq. Tək olan oxatanlar üçün isə yeni tanışlıqlar və sosial mühitlərdə maraqlı qarşılaşmalar baş verə bilər. Sağlamlıq sahəsində enerjiniz yüksək olacaq, lakin bədəninizi çox yükləməməyə çalışın. Aktiv həyat tərzi və sağlam qidalanma bu ay sizə müsbət təsir edəcək. Ancaq stresli vəziyyətlərdən qaçınmağa çalışın, çünki çox düşünmək bədənə zərər verə bilər. Ümumilikdə may ayı oxatanlar üçün yeniliklərlə dolu, fərdi inkişaf və irəliləyiş dövrüdür. Həyatınızdakı yeni başlanğıclar və inkişaflar sizin üçün uğurlu olacaq, buna görə də hərəkətə keçməkdən çəkinməyin.